O uşaq otağında belə deyək də yerləşim bir masa mütləq şəkildə elə divara baxmalı deyil. Bəlkə də ən çox dəyişən otaqdır. Çalışan vaxt, yaradan vaxt, düşünən vaxt divarla üzləşməli deyil. Deyil. Bəs nəyə baxmalı, hara baxmalıdır? Uşağın əgər söhbət bina evlərindən, otaqlarından gedirsə, o zaman çölə baxsa daha yaxşı olar. Pəncərənin maksimum dərəcədə pərdə ilə qapadırıq və o zonanı eləyirik bomboş. Bu uşaq çölə baxsa, yazsa nə olar ki? Olmaz. Olar da. Diqqəti qaçmır? Yox, qaçmır. Əksinə. Yəni biz elə bil ki, məhdudiyyəti qoyuruq artıq uşağın beyninə ki, divara bax, yaz, divara bax, yarat, divara bax, düşün. Bu sonsuz bir beyindir də uşaqlarda düşünmək qabiliyyəti. Biz onu məhdudlaşdırırıq.